Deyir, evlat var ki, bəxtəvərlik naxşıdır. Evlat var ki, heç olmasa yaxşıdır. Layla xanım, bir ata yazarı var, Rüfət Nasoslu'nun Allah can sağlığı versin. Deyir, istər pulu olmasın, istər varı olmasın, istər maaşından qazanc yeri olmasın, istər pullu dostları olmasın, istər bir qıçı bir qolu olmasın, fərqi yoxdur. Mən atamı atam kimi istəyirəm. Çoxlarına çörək verib, harda kasıb görən kimi alıb isti yemək verib, bəzən ümid, bəzən də pul, bəzən ürək dirək verib. Ona görə mən atamı həsrət çəkən adam kimi istəyirəm. Atam bizi çox sevərdi. Hər gün səhər yemək üçün səsləyərdi. Ya həmişə tox olardı, ya da çox az yeyərdi. Görürdüm ki, anam hamımızdan çox atamı çox istəyərdi. İndi mən atamı, o yazıb tənha qalan anam üçün istəyirəm. Amma deyirəm, onun balalarına deyirəm ki, ay oğlanlar, indi atanı siz özünüz üçün istəyin də.